Üçüncü yol. Ailə təsisatının yenilənib möhkəmlənməsi üçün hər şeydən öncə nümunəvi ailə modeli təqdim olunmalıdır. Məqsəd də ailə daxili münaqişələrin həlli və ya boşanmaların qarşısını almaq deyil. Axı ailə ona görə qurulmur ki, bir neçə nəfər nəyin bahasına olursa olsun birlikdə yaşamalıdır. Ailə cəmiyyətə müstəqil şəxsiyyət təqdim etməlidir. Arzuları həyata keçməmiş, psixoloji travma alan şəxslər yox. Ailə insanın da, cəmiyyətin də maddi və mənəvi yetkinləşmə yeri olmalı, mənəvi immunitet formalaşdırmalıdır. Cinayətkarlıq, düşüncəsizlik, mənəviyyatsızlıq, asılılıq, qərarsızlıq, xəyanətkarlıq, qeyri-prinsipiallıq və sair neqativ halların kökü ailədə qoyulur. Özü də çox vaxt yaxşı hesab etdiyimiz ənənəvi ailələrdə. Məhz yaxşı ailə barədə yanlış təsəvvürlərə son qoymaq üçün ailənin etalonu təqdim olunmalıdır. Zirvə göstərilməlidir ki, kim nə qədər bacarsa həmin zirvəyə çıxmağa çalışsın. Ailəyə materialist yanaşma, istər müasir, istərsə də ənənəvi forma alınmasından asılı olmayaraq, ailə təsisatının funksionallığına zərbə vurur. Əslində, ailə təsisatının zəifləməsi nə qədər ağrılı olsa da, bir o qədər də yeni ailə modelinin formalaşacağına ümid yaradır. Çünki bu təsisat tam məhv olub aradan gedə bilməz. Dağıldığı təqdirdə fərdin də, cəmiyyətin də məhv olmasına gətirib çıxaracaq. Təsadüfi deyil ki, İbrahimi dinlərdə ailə anlayışı mərkəzi yer tutur. Həzrət İbrahimin, Həzrət Davudun, Həzrət Muhammedin sallallahu aleyhi və səlləm və digər peyğəmbərlərin ailələri ilahi vəhyin baş qəhrəmanlarıdır. Belə demək olarsa, ilahi mesajlar ailələr vasitəsilə çatdırılır, ailələr vasitəsilə yaşadılır və ailələrin islahı üçün göndərilir. Peyğəmbərlərin bəzən yoldaşları ilə, bəzən övladları ilə, bəzən digər ailə üzvləri ilə konfliktləri də, mehribanlığı da ilahi vəhyin əsas mövzularındandır. Bütün bunlar fərqli şəraitlərdə ailə münasibətlərini tənzimləmək üçün davranış nümunələridir. Digər tərəfdən, materialist məzmunlu ailə modelləri üçün alternativdir bunlar. Ailə, həyatın bütün sferaları kimi, insanın şəxsiyyət kimi formalaşmasını, onun daimi inkişafını təmin edən mühitdir. İlahi dəyərlərə əsaslanan ailə modeli, yəni şəxsiyyəti inkişaf etdirən mühit. Bu mühiti ruhun məşq yeri kimi təsəvvür edək. Məşqin müəyyən rejimi və proqramı olduğu kimi, ailənin də öz qayda-qanunları var. Ailə kaprizləri təmin etmir. Öz üzərində çalışmaq üçün şərait yaradır. Eyni zamanda, ailə məhəbbət üzərində qurulmalıdır ki, özünlə mübarizə asanlaşsın. Övlad tərbiyəsində də bu olduqca mühümdür. Uşağa sevgi ilə, mehribanlıqla istəklərinə qarşı çıxmağı öyrətmək lazımdır. 7 yaşından sonra onu müəyyən vaxtda oynamağa, oyanmağa, yeməyə və yatmağa öyrəşdirmək, yerini yığmağa, təmizliyə riayət etməyə məcbur etmək gərəkdir. Bu proses ərzində uşaq həyatın çətinliklərinə alışmalı, özü ilə mübarizə aparmağı öyrənməlidir ki, böyüdükdə müstəqil şəxsiyyət ola, xoşbəxtliyini təmin edə bilsin. Erkəsöyün egoist böyüdülən uşaq yalnız illüzor komfort arxasınca qaçacaq. Heç zaman da rahatlıq tapa bilməyəcək. Belə insanın qurduğu ailə də tezliklə dağılacaq. Çünki həmin uşaq çətinliklərə, münaqişə həll etməyə öyrəşməyib. Onun üçün insanla yaşamaqdansa, səsini çıxarmayan heyvanla yaşamaq daha rahatdır. Ona görə də bəzən heyvana sevgi mərhəmətdən deyil, egoizmdən irəli gəlir. Heyvan da tənhalığını, insanlarla dil tapa bilmədiyini kompensasiya etmək istəyən bir şəxsin qurbanına çevrilir. Beləliklə, qarşımızda iki ailə modeli görürük.
Onların hər ikisi eyni problemlərlə üzləşir, lakin fərqli mahiyyət daşıdığı üçün fərqli həll yolları təqdim edir. Materialist məzmunlu, iqtisadi qurum olan ailə tərəflərin egoist gözləntiləri əsasında qurulur. Onun üzvləri başqasından necə yararlana bilərəm məntiqi ilə hərəkət edir. Biri qocaldıqda baxanı olsun deyə övlad sahibi olur. Digəri isə əlavə məsuliyyət daşımamaq üçün övlad sahibi olmaq istəmir. Birisi ehtirasını təmin etmək, digəri isə özünü göstərmək üçün evlənir. Biri mülkünü bölüşməmək üçün ailəsini qoruyur, digəri isə başqalarının qınağından amanda qalmaq üçün. Bütün bu hallarda insanlar öz egoist prinsiplərini rəhbər tuturlar. Mənəvi məzmunlu ailədə isə əksinə. Başqalarına necə yararlı ola bilərəm düşüncəsi hakim olur. Burada övlad sahibi olursan ki, yeni həyatın yaranmasında iştirak edəsən. Övlad olmadıqda isə bunu şəxsiyyətinin güclənməsi üçün çoxsaylı sınaqlardan biri kimi qəbul edirsən. Qarşı tərəflə ehtirası təmin etmək üçün deyil, öz çatışmazlıqlarını aradan qaldırmaq, qarşı tərəfə də bu işdə yardım etmək və bununla da davamlı və möhkəm məhəbbətə yiyələnmək üçün nikah bağlayırsan. Burada ailəni qınağa tuş gəlməmək və ya əlacsızlıq ucbatından deyil, əksinə, böyüklük hesabına qoruyursan ki, qarşı tərəfə dəstək ola biləsən. Ailəni bu iki tipə bölərkən bir məqama diqqət etmək lazımdır. İnsan, hansı dünya görüşə sahib olursa olsun, öz fitrətindən tam qopa bilməz. İnsan isə ruhla cismin vəhdətindən ibarətdir. Ona görə də materialist ailənin mənəvi ailənin maddi cəhətləri olur. Əks təqdirdə belə bir ittifaqdan söz gedə bilməz. Məsələn, ailə üzvləri nə qədər egoist olursa olsun, yenə də insani təbiətdən gələn sevib sevilmək hissindən qurtula bilməzlər. Eyni zamanda ailədə məhəbbət fəzası nə qədər güclü olursa olsun, onun maddi təminatını, fizioloji ehtiyaclarının ödənilməsinin zəruriliyini unutmaq olmaz. Həzrət Əlinin əleyhissalam buyurduğu kimi, insanlar dünyanın övladıdır. Heç kəs anasını sevdiyinə görə məzəmmət olunmaz. Nəhcül Bəlağə 303-cü kəlam. Məsələ yanaşmadadır. Hansı dəyərlərə üstünlük verməkdədir? Prioritetlərin müəyyən olunmasındadır. Nəinki maddi və ya mənəvi cəhətin kökündən inkarında. Beləliklə, deyə bilərik ki, ailənin iki başlanğıcı var. Maddi, o cümlədən təbii və bioloji və mənəvi, o cümlədən mədəni və psixoloji. Bunların arasında balans qurulmalıdır ki, ailə öz ilahi funksiyasını icra edə bilsin. İnsan sırf mədəni və ya sırf təbii fəzada mövcud ola bilməz. O hər iki fəzanı birləşdirib yaşaya bilər. Ailə də həmçinin sırf mədəni kateqoriya kimi mövcud ola bilməz. Onun təbii, bioloji cəhəti də olmalıdır. Balans olmadıqda yenə də insan iki seçimdən birinə daha çox meylənəcək, nəticədə özü də, cəmiyyət də ciddi problemlərlə üzləşəcək. Ailə də öz şarjına bənzəyəcək. Bir cəhət qabaracaq, digər cəhət isə kiçiləcək. Elə bu baxımdan ailə eyni növün fərqli cinsi arasında qurula bilər. Heyvanın fizioloji və belə demək olarsa mənəvi tələbatları insandan fundamental şəkildə fərqlənir. Bu tələbatlar ziddiyyətli deyil, uyğunsuzdur. Ona görə burada heç bir qarşılıqlıqdan və ittifaqdan söz belə gedə bilməz. Eyni zamanda tərəflərin bir-birini dolğunlaşdırması üçün ailənin özəyi eyni növün ziddiyyətli bioloji və psixoloji nümayəndələrindən, yəni kişi və qadından təşkil olunmalıdır. Ailə iki ziddiyyətli başlanğıcın, kişi və qadının ittifaqı olsa, həm mənəvi, həm maddi yönünü balanslaşdıra bilər.